məzarlarını, həm yaxınlarını, ailələrini ziyarət etməli. Bu bizim mənəvi borcumuzdur, boynumuzda haqdır. Çünki illərlə, təkcə 30 il demirəm mən. Çünki Sovetin dövründə də bizim torpaqları ermənilərə hədiyyə verdilər. Yəni, erməni millətinin ümumiyyətlə keçmişi var. Onlar qarası bir millət kimi yaşayıblar, qarası bir tayfa kimi yaşayıblar, dünyaya yayılıblar və elə bir yerə gəlib onların yerləşdiriblər ki, hər tərəfi elə ki, müsəlman dövlətləri olan bir yer. O da bir siyasi baxımdan bir gedişat idi. Və 90-cı illərin əvvəlində ərzməclikdən istifadə edib, hansı ki, vahid rəhbərliyimiz, komandanlığımızın olmadığı bir dövrdə kimlərinsə köməyi sayəsində, yardımı sayəsində bizim o 20% torpaqları işğal edir. Əlbəttə, biz elə bir millətik ki, istəməzdik ki, bizim torpaqlar düşmən taxtağı altına qalsın. Nəhayət, 20-ci ildə Ali Başkomandanın başçılığı altında bu komanda verildi və bizim qəhrəmanlarımız əlinə silah alıb torpaqlarımızın işğalın azad olunması üçün irəli getdilər və şükürlər olsun ki, hədər yeri olmadı, biz torpaqlarımızı düşməndən azad elədik. Nəhayət 23-cü ildə lokal antiterror əməliyyatında biz artıq bütün torpaqlarımızı erməni tör-töküntüsündən təmizlədik. Biz yatsıydı uyğumuza girməsi biz nə vaxtsa ermənisiz bir Xan kəndində, Şuşada, Xocalda, Azərbaycan hissələrin bir bölgəsində biz yaşayalım. Amma şükürlər olsun ki, Müzəffər Ali Başkomandanımızın rəhbərliyi altında, Müzəffər ordumuzun gücü qüvvəti sayəsində və xalqımızın vəhdəti sayəsində biz ona nail olduq. Bugün ermənilərin hansı ki, o aprel döyüşlərindən sonra Cıdır düzündə bir general ayağının üstünə atıb, üzr istəyirəm kəlməmə görə ağzına gələni danışırdı. Biz müstəhəmləri belə məhv elədik, belə elədik, elə elədik. Həmin o general bu dəqiqə bizim təzizxanadadır. Günləri o şüşənin arxasında oturublar, öz talihlərinin aqibətini gözləyirlər ki, bunlara nə cəza veriləcək. Baxın, yəni biz həm masa üzərində, həm döyüş meydanında bu qələbəni qazanmışıq. Əlbəttə ki, müharibə, döyüş itkisiz olmur. Biz şəhidlər verməliydik, yaralılarımız olmalıydı. Amma yenə deyirəm, əbəs yeri olmadı, boş yeri olmadı. Birinci Qaral müharibəsinin şəhidini biz dəfn elədik. Şəhidin yoldaşı bir söz işlətdi. Dedi, mən həqiqətən də bu Vətən müharibəsində şəhid olanlara, olan ailələrə minnətdarımı bildirəm ki, bizim onların etdiyi qəhrəmanlıq sayəsində torpaqlar azad olundu və biz öz şəhidimizi tapıb gətirib dəfn elədik. Gözümüz yoldan çəkildi. Yəni, həqiqətən bu bir zincirvari bir iş idi. Allah şəhidlərimizə rəhmət eləsin. Zaten onlar Allah yanında rəhmətlərini qazanıblar. Allah Teala sevdiyi, seçdiyi bəndəsini o məqamı ucaldır. Yəni, şəhid adı Allah isminin biridir. Yəni, Allah da sevdiyi, seçdiyi bir bəndəsinə adı layiqdir. Bütün şəhidlərimizi uğur qarşısına baş əyirik. Allah məqamlarını uca eləsin. Şəhidlərin uyduğu torpaqlar
bizlər üçün müqəddəs torpaqdır, xiyabanlar bizlər üçün müqəddəs ziyarətgahlardır. Mən həmişə demişəm, Məkkə, Mədinə, Kərbəla bizim müqəddəs ziyarətgahlarımızdır. Onlarla bərabər bax, bizim şəhidlərimizin uyduğu bu xiyabanlar da bizlər üçün elə bir özəl bir yerlərdir, müqəddəs bir yerlərdir. Şəhidimizin yaxınlarına başsağlığı verirəm. Allah sizlərə səbir versin, Allah sizlərə var eləsin. Nə deyim, Allah şəhidlər haqqında bu qədər danışmaq olar ki, yəni elə bir məqamda, elə bir mövqeydir ki, yəni dayanmadan danışmaq olar şəhidlərimizə. Nəcəf qardaşımız da həqiqətən onun qəhrəmanlığı barəsində çox eşitmişik. Burada onun döyüş yoldaşları var. O necə qəhrəmanlıq göstərdiyi, necə şücaət göstərdiyini danışırlar. Həqiqətən də fəxr olması bir övladdır, vətən oğludur. Burada həm də bizim vətən müharibə qəhrəmanımız Azad Ümbətovun atası iştirak edir. Azad Ümbətov da zabit idi. Allah sizə də sayılır. Biz onu da mövluddur. Onu da inşallah qəlbini ziyarət edir. Allah rəhmət eləsin. Səninizə rəhmət eləsin. Rəhmət özləri qazanıb bizim deməyimizdir. Ruhları şad olsun. Allah dövlətimizi qorusun, prezidentimizi qorusun. Prezidentimiz hər zaman şəhid ailələrdir. Birinci deyir ki, onlar o ailələrə dəstək lazımdır, ailələrin yanında olmaq lazımdır. Ona görə də bugünkü məmurlar heç bir vaxt şəhid ailəsini yaddan çıxartmamalıdır. Həmişə də yanlarında olacaqlar. Bugünkü yenə təşəkkürümüzü edirəm ona və Rafiq müəllim bizim icra başçılarının içində sahib seçiləndir. Allah canına sağlıq versin ki, hər zaman şəhid ailəsini, qazıdır, diqqətində saxlayır. Ona görə böyük təşəkkürlərimi çatdırırsınız. Sağ olun. Sizlərə çox sağ ol deyirəm ki, şəhid ailələrinin hər bir zaman yanındasınız. Bu günlərin bizim ağır günümüz olsa da, hani sevimli günümüz odur ki, bizim evlatlarımız doğma Qarabağımızı azad edirlər. Qarabağ torpağında bugün canlanma var. O azan səsi gəlir. Orada o insanların hərəkəti bizim balalarımızın ruhunu şad edir. Allah ruhlarını şad eləsin. Allah sizlərə səbir versin. Allah bundan sonra xalqımıza pis günlər qismət eləməsin. Sağ olun. Allah sizə səbir verir. Vətən bölünməz, şəhidlər ölməz. Bu bizim anlaşma. Biz bəzən müəyyən şeylərdə yanlışlığa veririk. Bu igidlər, bu balalar, bu əcdahalar, bu canavarlar torpaq azad eləmək kiçik bir işdir. Hər bir ölkənin bir-birində torpağı var, dünya xəritəsi. Torpaq kiçilər də, böyüklər də. Ancaq Sabir, Mirzələşvər Sabir hələ keçən əsrin əvvəlində deyirdi ki, yox millətimin imzası, millətlərin imzası içində. Bu igidlər, bu millətin imzası, o millətlərin imzası içində qızıl hərflərlə qoşulur. Bu igidlər torpaq azad etmək kiçik işdir. Milləti özünə qaytardılar. Millətin alın ləkəsini sildilər. Millətin millət olduğunu təsdiq elədilər. 200 ildə əsarətdə olan, daim torpaqlar itirər, daim işgəncələrə, haqsızlara məruz qalan bir millətin haqqını bərpa elədilər. Bu igidlər, bu şəhidlər digər ölkələrin şəhidlərindən ona görə kəskin fərqləndirlər. Bunlar bir vəzifə, bir funksiya yerinə yetirmədilər. 200 illik əsarəti yox etdilər. 200 illik haqsızlığı yox etdilər. 200 ildən yuxarı böyük bir ideologiyası olan, narsist ideologiyası olan daşnaq ideologiyasını məhv elədilər. Əbədi cəhənnəmə yolladılar. Artıq bu dövlətin, bu millətin heç nədən çəkəcək qorxusu yoxdur. Bu millət daim bilməli ki, artıq bu millət üçün heç bir müharibə ola bilməz. Bu cəngavərlərin bu rəşadəti, bu zəfər səsi hələ əsrlərlə pis fikirli, pis niyyətli insanların qulağında zingilləyəcək. Onlar cəsarət eləyib, bir də Azərbaycana istila, işğal, bu fikrə heç kim düşənməz.
Ona görə bu xalq xoşbəxtdir ki, bu xalqın belə şəhidləri var, belə oğulları var. Hər bir şəhid ailəsinə, hər bir Azərbaycanlı, hər bir dövlət məmuru borcludur və əbədi borcludur. Şəhid ailəsi girən məclisdə hər bir insan ayağa qalxmalıdır. Hər bir məclisin yuxarı pilləsi şəhid ailələrin, əjdaha qazilərin, qazilər də şəhiddir. Mən onların adını niyə açacağım? Onlar da bugün yaşayan şəhidlər. Evet, canlıdır. Tabi onlar rəhmətə gedəndə avtomatik şəhid olurlar. Ona görə onları ayırmıram. Veteranlar da, qazilər də, şəhidlər də eyni əməyi, eyni zəhmət sərf edir. Allah cəmi şəhidlərə rəhmət eləsin. Onsuz onlar cənnət məkandır. Onlar bugün Allahın şükrasını tamam edirlər. Allah'a şükür İslamı qəbul etmişik. Quran bizim müqəddəs kitabımızdır. Orada şəhidlərə yüksək qiymət verilir, məqamı da göstərilir. Burada ən böyük bir də şəhid ailələrinə böyük təsəlli. Onlara təsəlli vermək də deyil. Onlar da fəxr eləməlidir ki, belə oğulların atalardılar, analardılar. Sağ olun, hamınıza minnətdaram. Allah Əziyyətinizi halal ediyor. O bizim Sağ ol. bu şəhidlərin hamısı bizim şəhidlər. Hamısı bizim balalarımız. Allah hamısını şəhid eləsin. Müəllim gözəl dedi. Allah qazilərimizin canını sağ eləsin. Qazilərimiz olmasaydı, bir gün onlar yaşamasaydı bizim şəhidlər də yaşamırdı. Siz görürsünüz döyüşü. Siz canlı şahidisiniz şəhidlərimizin. Allah sizlərə də can sağlığı versin. Abşeron Ağsaqqallar Şurasının sədridir. 47. Allah ruhlarını şad eləsin. Döyüş kardeşimizden şehitlerden bir de Rauf. Onun da ruhu şad olsun. Cem. Onların ruhları şaddır. Ha. Onlar vətən üçün, xalqımız üçün getdilər. Onlar indi sevinir ki, yəni biz istəyimizə nail olduq, qələbə əldə elədik və onları da yaşadan xalqımız, dövlətimiz var. Allah dövlətimizi, prezidentimizi qorusun, xalqımıza dəyməsin, həmişə toy bayram qismət eləsin. Amin. Bir Amin. daha ölkəmizə müharibə qismət olmasın. Amin. Onlar qəhrəmanlıq elədilər, qanları ilə tarix yazdı. Sofada o memorialı yollarda farklı kiçik. Ancaq böyük bir işdir. Ana hərfi. Tezdən duranda oğluyla salamlaşır, yatanda qalsızlaşır. Güzel ona görə biz də Rauf müəllimə görə o məqsədlə o şəhidlərimizin yaşadığı ünvanda o parklara salınır ki, yəni Çok gəlib ziyarət edən paralellər orada oldu, parklar salınır. ziyarət Allah eləsin. canına sağlık versin. Yəni biz onların qiymətləndirir, yerində onlara. Belə deməliyik ki, bunlar Allah rəhmət eləsin. əsas dərəcədə şəhid ailələri. Bunların hər an könlünü şad eləməyə hamımız çalışmalıyıq. Bəli. Allah canınızı sağ olsun. İstəyir icra başçısı olsun, istəyir bələdiyyə işçisi olsun, istəyir kiçik bir kompoz işçisi olsun, hər an o hiss etməlidir ki, öz əməli ilə, işi ilə ki, siz şəhid ailəsiniz. Yaxşı mənada onu hiss elətdirməlidir. Məqamlar öz olsun. Allah rəhmət eləsin. Allah